Salam dostlar. Demək 1 mart 2026-cı ildir. Biz dağa gələn dostlarımız həmişə bu Babək qalasına, yəni Biləvlə Gilan çayının arasında yerləşən o məşhur qalaya çıxmaq istəyirdik. Amma iş elə getdi ki, Ramazan ayına düşdü. Amma dedik andımız yerə düşməsin də Tonqalda qalayaq. Tonqalda qalamışıq. Xanaqadan bizim müəllimimiz, akademikimiz Vəli Baxşəliyev. Bu qalanı demək pasportlaşdıranlardan biri də Vəli Baxşəliyevdir, akademikimiz. Bir də sənətşünas alimimiz, mənim çöl dostum Nizami Aliyevdir. O birisi də belə deyək də, yəni üzüm bizə çöndərməyən yoldaş da Gilançayda əziz qardaşımızdır. Belə. İndi buradan mən nə görürəm? Dedim elə bir siz də görəsiniz. Burada görürsünüz nə qədər belə deyək də tikinti tipli hörgülər var. O belə çoxdur. Bura qalanın üstüdür. Görürsünüz qalanın üstündə bu çox güman ki gözətçi qalası olub, sığınacaq olub. Yoxsa burada daimi yaşamaq üçün şərait yoxdur. Nə məndə yoxdur? Çünki su yoxdur. Düşmən gələndə qasıb burada gizləndirmişlər. Bir neçə gün sonra yəqin ki yenilmişlər aşağıya kəndə. Bax görürsünüz aşağıda nə böyük tikintidir belə. Bax çox böyük bir tikintidir. Ümumiyyətlə Naxçıvanda belə sığınacaq qalalar çoxdur. Bütün yüksəkliklərdən çoxunda var. Çoxunda var. Bu da bizim Biləv kəndimizdir. Sağ qolundan da belə Beyrut, Parağa çay belə gedir. İndi yuxarıda da bir qətərdir, yağlı dərədir. Uzaqda bayaq görürdük biz bunu. Şeydir, Qapıcıq, Gəmiqayanı görürdük. İndi bulut gəldi. Bu istiqamətdə demək Haça dağımız buradadır. Baba Haça dağın özü düz buradadır. Cal onun dibindədir. Şurut da biraz yuxarıdadır. Mən bura neçə illər bundan qabaq həmən bax bu gördüyünüz yolla gəlmişəm. Görürsünüz. Bu Kərimbulu Dizə ilə Cal arasında bir yer var. Orayla gəlmişəm. Yemişəm burada demək Biləvə. Dostlar, bu ətrafı ən yaxşı tanıyan mənim çöl dostum Dağlaroğlu əziz qardaşımdır. Əziz qardaş, 360 dərəcə bu qalanın üstündə biz fırlanacağıq. Bir ətrafdan nə görürük? Onların yerlərinin adlarını zəhmət olmasa de. Demək, Hüseyin müəllim, o arxa düzənlik qarşı görüşü, onun bizim Gilan çayı tərəfi üzü boy Lığlı dərədən başlayır Kəmərdir. Yolquz ağacın Kəmər deyilir. Sərt kəmərdir. Belə fırlanır, gəlir gedir, dərə boyu, süraylərə yuxarı gedir. O bulut basan yer bizim qırmızı kəmərdir, meyli çeşmədir. O at çapdığımız yer. Yaxşı xatirələrimiz var. Bəli, oradan bir balaca sola gəlsən ki, topa buludun qabağından ki, belə aypara şəkilli qarın içindən kəmər verir. Ora pıqqıldayandır. Oradan adlayır bu biri tərəfə, o Yumru təpə, Dağdağanlı güneydir. Biləv ərazisidir. Yumru təpə bunu deyir. Bəli, Dağdağanlı güney. Oradan adlayırıq, keçirik bu tərəfə, Eltidir. Biləvin eltidir. Su qayalar zadlar aşağı görsənə. Bura eltidir. Elti ilə belə yuxarı geçsək qara yoxuşdur. Buludların içində o da uca gedir, deyək ki, Çanqıla dərə. Oradan keçsək Qarapir, onlar buludun içində qalır. Aydındır. Bu bizim Biləv kəndidir. Bu bizim Biləv kəndidir. Biləv kənddən yuxarı o çolluq ki, mən görsənən yerdə Ağdərə yerləşir. O buludun altında aşağı yuxarı. Ora Ağdərədir. Ora Ağdərədir. Sonra keçir buludun içində qalıbdır. Belə orada görsən, bu gəlir Abdaldır. Biləvin məşhur Abdal dağıdır. Abdal dağı. O qara yoxsa bu ağ? Qara. Çöl gəlir. Arkada qoşa ki görüşür. Bildim. Ora Abdaldır. Aydındır.
Onun qabağı dərəyə, dərə yuxarı belə İmamalının dərə deyirlər, bilərlər. Buranın qəşəng maraqlı daşları var. Onları təhmiş yox. Bəli. Oradan keçir Cavahlara sarı. Bu dərələr burada Rəsulun dərəsidir. Bu dərələr keçir Ərhil dərənin yol dərəsi. Bunlar Cavaha qalxır. Buradan Sovet hökumətinin vaxtında yol salmışlar, çıxırdılar bunun üstü düzəngahlardır. Demək buralar hamısı o üst tərəflər belə düzəngahdır. Sovet hökumətinin vaxtında əkilirdi buralar. Elə bir Faça dağdan mənə göstərdin də oranı, oradır. Bəli. Belə keçir o Bünyat qalasına gedir, onlar görüşmür. Belə gəldiyimiz Arxadadır. Şahzadədir. Biləvlərin dediyi Şahzadədir. O qırmızı kəməri olan yer. Yox, oradan o tərəf. Sol tərəf. Bəli. Oradan addıyır belə gəlir bizim arxada görüşən Darı dağımızdır. Darı dağımızdır. İlanlı dağı bulut tutubdu, görə bilmədik. Bu Darı dağ ən axırda olandır. Bəli, bu o keçən günlərdəki getmişdik. Oradan biraz bu Kirniya tərəfdə, bu Cala sarı. O dağın axır yeridir, bu tərəfidir deyək belə. Bizim bu qabağımızda gördüyümüz hündür Abazar uçandır. Baba, ora Abazar uçandır. Biz sadəcə olaraq o kəmərələri görmürük. Çox sıldırım kəmərələrdir. Biz arxasını görürük, qar tutub, düzəngahını görürük. Amma sərt kəmərdir ora. Abazar uçan deyilir. Sonra keçir o tərəfdən. Bir dəfə mən Kərimqulu dizədən sizə gəldim, Kirançaya qayıtdım. O görsənirdi, bax o dediyin yer. Bəli. Demək sarı kəmərdir. Sarı kəməri də adlayıb keçir də aralıqlar demirəm də. Gedir Şəvcələr görüşür. Qabağa biraz keçsək oğlan qızımız görüşür. Mən görürəm, indi onu görək. Oğlan qız görüşür. Çıxışdan kimi də orada gedəcəyik inşallah. Allah qoysa. Sonuncu səfərimiz nəzərdə tutmuşuq. Bax, oğlan qız görüşürdü. Xaça kimi. Xaça daşlar. İndi tanıyan onu test görəcək, tanımayan heç də indi. Oğlan qızdan da o tərəfə gedir. Şu nə deyirlər, Sabir başlarlar. Oğlan qızın vişqa var idi vaxtilə orada və adlayır keçir. Axırıncı gördüyümüz Sabir dizənin Daşarxın kəmərənin üstüdür. Axırıncı görsənən Daşarxın kəmərənin üstüdür. Uca getdik çıxdıq asfalta. Allah. Bu da Həmişə kimin? Bu da biz. Bu da biz.